Allazol, Emel Berti Bertinal Makanal, Varasanca Olara Çanal, Nakuyal Rugo. Cahazege, Isinazege, Bisnubena, Olab Got Arakol Halkakol, Rasanica Hirab Bugo. Bertinab Rasanoy, Sudahebge Bertinki, Gunab, Kat Reharab, Rekelit Guno, Bikara Şurab, Tağurud. Dostlar, artıq Avar Milli Mədəniyyət Mərkəzi İctimai Birliyinin nəzdində rəqs dərnəyi fəaliyyət göstərir. Milli rəqsi öyrənmək istəyən gənclərimiz bu dərnəkdən bəhrələnirlər. Həmin rəqs dərnəyi üçün Mahman müəllimin səyi ilə rəqs paltarı təşkil olunmuşdu. İcazənizlə həmin paltarları təqdim etmək istəyirik. Paltarlar haqqında məlumat vermək üçün söz Müasir Humanitar Akademiyanın baş müəllimi, Avar dili mütəxəssisi, gənc aspirant Həcər xanım Qoqayevaya verilir. Buyurun Həcər xanım. Axşamınız xeyir, hörmətli qonaqlar, əziz dostlar. Qafqaz xalqlarının geyimləri ümumən bir-birinə çox bənzəyir. Amma hər xalqın, hər millətin milli geyimində özünə məxsus detalları mövcuddur. Mən sizə Avar milli geyim barəsində deyəcəyəm. Milli Mədəniyyət Mərkəzimizin yenicə əldə elədiyimiz milli rəqs geyimləridir. Avar qadınlarının üst geyimi öz müxtəlifliyi ilə seçilirdi. Bütövlükdə həmin paltarların biçimi sadə olub. Rəngləri əsasən tünd olub, ancaq açıq rəngli bəzəklərlə bəzədilir. Bunlara bel kəməri, rəngli çuxdalar, yəni başlıqlar və əlvan bəzək əşyaları aiddir. Avar qadınları uzun, enli, üstünlüyü əlaqsız qırmızı rəng təşkil edən don geyinirdilər. Həmin donlara avarca kunta və qurde deyilirdi. Geyimin bir hissəsini uzun, enli, geniş balaqlı şalvarlar təşkil edirdi. Şalvarların balaq hissəsi rəngarəng naxışlarla bəzədilirdi. Şalvara aju, balaq hissəsinə isə kuba deyilirdi. Gördüyünüz bu baş örtüklər çuxto adlanır. Onun özünə məxsus yumru forması var. Çuxto müxtəlif rəngdə ipək parçalardan tikilirdi. Alın hissəsi əlvan parça ilə bəzədilirdi. Çuxtonun arxa hissəsi kisə formasında olmaqla uzun saçların və ya hörüklərin gizlədilməsi üçün nəzərdə tutulurdu. Onu da əlavə edək ki, yaşlı avar qadınları çuxtonun üstündən ağ rəngdə iri yaylıq atırdılar. Buna qatali deyilirdi və onu qara sarıqla bərkidirdilər. Bu isə çurto adlanırdı. Qadınların ayaqqabıları adətən dəridən tikilirdi. Ev şəraitində isə toxunmuş qalın, əsasən qırmızı rəngli yun corablardan istifadə edilirdi. Həmin qadın ayaqqabılarına maçuyal, şatabi, jani fital deyilir. Corablara mahcal deyilir. Kişi və qadın corabları isə rəng seçimi ilə fərqlənirdi. Qadınların corabları daha əlvan və bəzəkli, ancaq qəliz naxışlarla dolu olurdu. Bəzən ayaqqabıya baxarkən dağ adamın hansı etnik qrupuna aid olduğunu da müəyyən etmək olurdu. İndi isə kişi paltarlarını, avar kişilərinin milli geyimini təqdim edəcək sizdə. Avar kişilərinin milli üst geyiminə bunlar daxildir. Xirgəvari köynək, şalvar, beşmet, çirkeska, yapıncı, başlıq və papaxa. Avar kişilərinin ən üst geyimi yapıncıdır. Avarca ona burtina, bizim dialektimizdə isə burtin deyilir. Bu geyimlə kişilər yağışdan, küləkdən və soyuqdan qorunurdular. Çoban və atlı üçün hazırlanmış burtina bir-birindən uzunluğu və çiyin hissəsinin formasına görə fərqlənir.
Əsas geyim paltarı çirkeska sayılır. Avarca ona çuxa deyilir. Çirkeska ictimaiyyət arasına çıxarkən, qonaq qarşılayarkən və bəzən də soyuq havalarda ev şəraitində geyilirdi. Hətta isti havalarda belə çirkeskasız, əlaqsüstə yaxası açıq formada çıxmaq çox böyük qəbahət sayılırdı. Çirkeskanı ev şərdə göy, boz, qara və ya zoğalı rəngdə olan parçalardan tikirdilər. Dəvə yunundan istehsal olunmuş parçadan hazırlanan çirkeskalar isə qiymətli sayılır və əsasən də varlı kişilər geyinirdilər. Onun yaxası açıq, üçkünc formada olurdu. Sinə hissəsində hər iki tərəfdən qazırlar, avarca vaznalar tikilirdi. Müxtəlif xalqların geyimində həmin qazırlardan istifadə olunsa da, avarlarda onlar özünə məxsus maili formada tikilməklə fərqlənirdi. Onların tikilmə qaydası da sizə nümayiş etdiyimiz paltarlarda görürsünüz. Vaznaların sayı hər iki tərəfdə 9-11 olurdu. Çirkeskanın üstündən metallarla bəzədilmiş qayış bağlanırdı və əsas element olaraq xəncər taxılırdı. Avar kişilərinin baş geyimi papaxa sayılır. Avarca ona ağur və ya içi deyilir. Həmin papaxa uzun yunlu qoyun dərisindən hazırlanır, imkanlı kişilər isə qaragül qoyun dərisindən özlərinə papaq tikdirirdilər. Avar kişilərinin ayaq geyimini zərif dəridən hazırlanmış çəkmələr və çarıqlar təşkil edirdi. Çəkmələr astarsız olurdu, hündürlüyü müxtəlif olurdu, bəzən qısa, bəzən də diz qapağını örtərdi. Çəkmələrin rəngi qara və ya rənglənməmiş sarımtılı olurdu. Çox sağ olun. Tamaşa etdiyiniz rəqs Asəf Zeynallı adına musiqi məktəbinin tələbəsi rəqqas Tinov Baklarovun quruluşunda idi. İndi isə gəlin
jurnalist, Nefertiti və Boğça jurnalının baş redaktoru Şahnaz xanım Abdullayevanın təqdimatında bir avar qızının tarixçəsinə qulaq asaq. İllər əvvəl Türkiyədə qadın həbsxanasında məhkum olunmuş qadınlara dərs keçmək qərarına gəlirlər. Bir gün zəif qız məktəb müdirinin otağına girir və mən də həbsxanada keçirilən dərslərdə iştirak etmək istəyirəm, deyir. Məktəb müdiri bu cəsarətli addımdan çox təsirlənir. Gənc qız 2 həftədən sonra qaranlıq həbsxana künclərində keçilən axşam dərslərində iştirak etməyə başlayır. Məktəb müdiri kimi həbsxananın müdiri də təəccüb içində idi. Axı gənc bir qız təhsil almaq, elmli, savadlı olmaq üçün həbsxana qaranlıqlarına qədər gəlmişdi. Amma bir müddətdən sonra həmin o gənc qız qəribə bir günahla məhkəməyə verildi. Günahı isə misyonerlik, təbliğatla məşğul olmaq idi. O, qadın həbsxanasında olan qadınlarla maarifləndirici söhbətlər aparır, uşaqlara yaxşı, vətənə yararlı övladlar olmaq üçün yollar göstərirdi. Aman Allah, gör gənc qadın nələrdə günahlandırılırdı. Məgər bunlar günah idi? Sonda məsələ o qədər böyüdü ki, Atatürk özü işdən xəbər tutdu. Və elə həmin an o gənc qızın cinayət işini mənə gətirin, dedi. Atatürk səhərə qədər oturub işi araşdırdı. İşlə yaxından tanış oldu. Səhər Atatürk, o avar qadınını yanıma gətirin, dedi. Gənc qız Atatürk'ün qabağında çox həyəcan keçirirdi. Axı onu bir cinayətkar kimi təqdim etmişdilər. Atatürk gənc qıza heyrətlə baxaraq, o misyoner, təbliğatçı qadın siz misiniz? Avar qızı özünü itirmişdi. Astadan, bəli, avar müəllimə mənəm, dedi. O zaman Atatürk barmağını cavan qıza uzadaraq, xeyr, siz misyonersiniz, təbliğatçısınız, mənə də sizin kimi misyoner, təbliğatçı lazımdır. Avar qızı, öz məmləkətinə, öz yurduna get, dağ kəndlərinə qalx. Orada işıq yolu gözləyən gələcəyin analarını görəcəksən. Sənin borcun onların qarşısındadır. Gənc avar qızı sevincək Atatürk'ün yanından çıxdı. Elə bil ki, ona uçmaq üçün qanat vermişdilər. İllər keçdi. O öz məmləkətində ilk qızlar məktəbini yaratdı. Onun haqqında çoxlu əfsanələr, nağıllar qoşuldu, şeirlər yazıldı. Xalqın dilində ona həsr olunmuş yüzlərlə mahnılar yarandı. O keçilməz dağları at belində aşaraq savadsız qızları ətrafına toplar və öz məktəbinə aparardı. Onu görən analar isə atının üzəngisindən yapışaraq mənim qızımı da apar, deyə ondan xahiş edərdilər. Avar qızının məktəbinə gələnlər 3-4 ildən sonra tamam başqa bir insan olurdular. Avar qızı sanki möcüzələr yaradırdı. Həmyerlərimizi görəndə ürəyimiz qürur hissi ilə dolur. Mavi gecəmizdə hamımızın sevimlisi Telman Adgözəlov da iştirak edir. Telman müəllim, sizi dinləmək istəyirik. Buyurun.
Axşamınız xeyir. Mənim əzlərim, Balakən, Zaqatala əhli. Bugün mənim üçün çox ilahidən bir gündür. Nəyə görə? Çünki bir gün mənim doğulduğum, böyüdüyüm Balakənin, Zaqatalın əhli burada iştirak edir. Və bir gün Avar cəmiyyətinin gözəl bir günüdür. Sadəcə olaraq, simbolik olaraq, rəmzi olaraq elə deyək Avar cəmiyyəti. Nəyə görə? Çünki Azərbaycan deyilən məmləkətin hər bir mahalı, hər bir əhli Azərbaycanın sütunudur. Və Azərbaycanın sütunu olaraq o cümlədən Avar xalqı Azərbaycanımıza böyük alimlər, mütəfəkkir alimlər, mühəndislər, belə deyək, biznesmenlər, idmançılar, bir sözlə bütün sahələrdə Azərbaycana böyük şəxslər bəxş etmişdilər. Bu nə deməkdir? Bu Azərbaycanın sütunudur. Bu məmləkətdə yaşayıb, bu məmləkətə canla, başla, həyatından keçib xidmət edirlər. Çünki bura vətəndir. Çünki bura doğulduğu, böyüdüyü yerdir. Çünki Azərbaycan məfhumu elə böyükdür ki, mən həmişə fikirləşirəm, bunu məndən əvvəl də deyiblər. Bax, bir gün fikir verin. Bakının mərkəzində, paytaxtda, gözəl Avar xalqının gözəl bir gecəsi keçirilir. Tam səlahiyyətli, tam hüquqlu, gözəl bir xalqın. Mənim həmişə bu misal xoşuma gəlir. Deyirlər, ay cəmaat, cavanlar, danışığınıza mane olmuram orada. Deyirlər, ay cəmaat, torpağı əkirlər, bilirsiniz də. Taxılı, toxumu səpirlər. Yetişir, olur sümbül. Sümbülü yığırlar, taxılı yığırlar, aparırlar, dəyirmana eləyirlər un. Ondan sonra da çörək pişirirlər, belə. İndi gəlin görə o çörəyi təzdən taxıla çevirmək olarmı? Suyun, çörəyi ayırıb taxıl, su, xəmir ayırmaq olarmı? Mümkün deyil. Və bu misala uyğun Azərbaycan xalqı, Avar xalqı o çörək kimi birdir. Və onu heç vaxt, heç kəs, heç zaman, heç kəs ayıra bilməz. Mən fəxarət hissi ilə deyirəm ki, Azərbaycanda, məhz Azərbaycanda ilk dəfə Şeyx Şamil böyük cəngəvər, böyük filosof, böyük öndər Şeyx Şamil haqqında kitab məhz 37-ci ildə Azərbaycanlı tərəfindən yazılıb. Düzdür, onun talihi faciəvi olub, bağda asıblar onu, yerə asılıb. Amma o kitab ömür boyu masa kitabı olub. Fikir versəz, Şeyx Şamil adına küçə, Şeyx Şamil adına mədəniyyət evi. Yəni, Şeyx Şamil Avar Türk oğlu Türkdür. Özü ən qədim Türklərdəndir. Və ona görə də bütün dünya Türklərinə aiddir Şeyx Şamil. Dünya Türklərinə aid bir şəxsiyyətdir. İbrət götürməli bir şəxsdir. Və cavanlara mən xüsusən can sağlığı arzulayıram. İnsan xırda ilə yaşayanda həmişə uduzur. Çünki biz zəncir kimi zənciribəndik. Zəncirin bir bəndi qırılsa, lap zəncir 2 kilometr, 5 kilometr, 10 kilometr olsa o zəncirin artıq keyfiyyəti olmur. Və bu bəndlər də bizim cavanlarımızdır. Bax, burada igidlərimizdir. Bax, bizim ayırmaq istəmirəm, Qabaqçöl də var, Mamalar da var, Zaqatala əhli də var. Bunlar hamısı bizik, birik. Və Prezidentimiz İlham Əliyevin həqiqətən Azərbaycançılıq, dövlətçilik deyilən siyasətə Avar xalqı da onun önündə gedir və millətimizin, xalqımızın, Azərbaycanımızın bütövlüyünü onlar bizdən çox qoruyurlar.
Və mən fəxarət hissi keçirəm. Bizim şəxsən Balakəndən götürsək, elə bir ailə yoxdur ki, avar gəlini var, ya avar kürəkəni var. Bu nə deməkdir? Bu o deməkdir ki, heç bir siyasətsiz, heç nəsiz insanlığa, türkçülüyə, Azərbaycançılığa qısılaraq biz qohumuq, qan qohumuyuq. Belə baxsam, mənim qohumlarım Xasayurtda da var. Yəni, bu heç cür ailası bir şey deyil. Uzun zad danışmaq olar. Burada Mehmet qardaşım, Zümrad müəllim var. Yəni, biz tez-tez görüşürük. O birilərdən üzr istəyirəm. İndi yaş fərqli olan hərdən orada-burada görüşürük. Bəzilərini tanıyıram. Amma ki, onlar həmişə Bakıda, paytaxtımızda öz gözəl avar xalqının qürurunu, mədəniyyətini nümayiş edən şəxslərdir. Düzlüyünü, nizamını, intizamını və Azərbaycan cəmiyyətinə xeyir verənlərdir və Azərbaycan uğrunda çalışanlardır. Mən bugün bütün cavanlara, bütün bu avar cəmiyyətini təşkil edən müəllim, eşq olsun bu təşkilata. Bu təşkilat çox böyük təşkilatdır. Bu yalnız bizim millətin siyasətinə qiymət. Bizim millət deyəndə mən hamımızı deyirəm. Çünki biz bir millətik. O siyasətə qulluq eləyir və mən özüm də çox xoşbəxtəm ki, Nadir qardaşıma məni dəvət ediblər. Mən Balakən gecələrində olaram, amma avar cəmiyyətinin gecəsində birinci dəfəyəm. Və çox fəxr edirəm. Bugün Əlimət xanım da buradadır, bizim gözəl müğənnimiz. Balakən və indi dəvət edəcəklər. Gəlin zəhmət olmasın bura. Şəmsiyyət xanım da buradadır, bizim icra işimiz. Xahiş edirəm, Şəmsiyyət xanım, siz də gəlin bura. Bunlar mənim qolum qanadımdır, bunlar mənim fəxarət yerimdir. Və ola bizim kimisə dəvət edib, bağışlayın. Amma deyir, aşıq gördüyün çala. Və ikisi də mənim tayfam, yəni incəsənət olduğundan onlara burada dəvət edirəm. Buyurun, xahiş edirəm. Əlmət xanım, buyurun. Çox qəribədir ki, mənə çıxış verəcəkdilər. Mən, siz vətən haqqında danışdınız. Yəni, mən rəsmiliyi sevməyən adamam. Ya sənətdə, ya səhnədə. Yəni, öz içimdən çıxış eləyərək. Oradan istəyirdim ki, Nadir bəyə deyim ki, mən istəyirəm gəlim, yəni çaşqınlıq olmasın. Vətən haqqında çıxış elədiniz. İçimdən belə bir şey keçdi. Əzizim ey vətənə sarı yol gedirəm, ey vətənə sarı çıxaydım dağlar başına yar, baxaydım vətənə sarı çıxaydım dağlar başına yar, baxaydım vətənə sarı. Sordum sarı çiçeğe, anam babam var mıdır? Çiçek dedi derviş baba, anam babam topraktır. Sordum sarı çiçeğe, kalbin ne için eğridir? Çiçek dedi, derviş baba, kalbim hakka doğrudur. Kalbimiz hakka doğru olsun, olsun deyirəm. Sordum sarı çiçeğe, aman babam var mıdır? Sordum sarı çiçeğe, aman babam var mıdır? Çiçek dedi derviş baba, anam babam toprağıdır. Çiçek dedi derviş baba, anam babam toprağıdır. Sordum sarı çiçeğe, kalbim ne için eğridir? Sordum sarı çiçeğe, boynum ne için eğridir? Çiçek dedi derviş baba, kalbim hakka doğrudur. Çiçek dedi
derviş baba, kalbim hakka dolu. Uçsuz bucaksız dünyamızın en güzel bir diyarında bir memleket var. Otlar diyarı olan bir mekan var. Oğulları ot parçasına benzer, kızları alov gelir. Semasında kuşları oxur o diyarın torpağında gül çiçeği. İkiye bölünmüş bir varlıqdır o. Bir gözünden sevinç yağır, bir gözünden dert ələm. Yarasından araz boyda çay axan, həsrəti, ahı savalan boyda dağ olan, ürəyində Qarabağ boyda dərdi, yarası olan, sinəsi sərrət məhdillərinin tikanları ilə parça-parça edilmiş bir anadır o. Azərbaycan. Azərbaycan qayalarda biten bir çiçək. Azərbaycan çiçəkləri içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan mayası nur, qayəsi nur ki, hər daşından alov dilox ola bilər. Azərbaycan dilanda ayağa durur ki, ana yurdun ürəyinə toxuna bilər. Eşq olsun. Eşq olsun Əhməd xanım. Mən bir söz demək istəyirəm. Fikir verin. Azərbaycan, avar, hamısı birincidir. Birinci hərflə gedir hamısı. Mən, Əhməd xanım, sizin o daxilinizdən oyanan hissə heyranam və bugün o hiss sizi gətirdi bura. Və bunu ancaq hiss edəmək, emosiyalı insanlar hiss edər. O emosiya da bizim dağların emosiyasıdır. Bize bu enerjini, bu dediniz ki bu hissi veren bizim o torpağımızdır. Yani ben elə belə torpaqdan başlamadım. Yani bu torpaqdan güc alırıq hamımız. Dağlardan, torpaqdan, sudan. Həmişə gücümüz var olsun deyirəm. Bayaq uşaqların rəqsinə baxdım. Deyirəm ki, bax rəqs budur. İnsan baxanda insana bir enerji gəlir. Belə igidlər lazım bizim vətənimizə. Yoxsa... Ay, əl çalsanıza, nə dayanmışsınız əvvəl? Mütləq Cəmiyyət xanım da ürək sözlərini desin. Demişsiniz siz, görünür o, üzr istəyirəm mən, qüsursuz insan yoxdur, tək ürəyi qüsur, kar 2 dəfə gülür. Bir elə belə, bir də sıram evdə deyirlər nəyə görə gülürdün 2 dəfə. Mən də indi Şəmsiyyət xanım çağırmışam bura, sən də mən çıxış edeyim o. Və yəqin ki biz də bir, Əhməd xanım, Termomerim, deyirlər siz çox gözəl rəqs edirsiniz. Yox, belə də burada bu cavanlarla ayaq-ayağa getmək olmaz, çünki yaşdır o, yaşdır. Amma belə yüngülvari bir dənə, yüngülvari ləzginkalardan bir saatda 200-lə. Bəxtiyar mümkün deyil. Mən xahiş edirəm buradan məclis əhlindən Terman müəllimi Həlmət xanım gözəl bir alqışlarla alqışlayasınız. Fəxrimizsiniz, əzizimizsiniz. Sizi çox sevirik, öpürük gözlərinizdən. Can sağlığı bilən sizə. Gözəl bir musiqilər Bəxtiyar müəllim, Terman müəllim, Həlmət xanım, biz hamımız rəqs edəcəyik. Старики идут в бой.
eşq olsun Avar Milli Mədəniyyət Mərkəzinə. Bir alqışlar gəlsin, xahiş edirəm. Çox sağ olun Telman müəllim. Bugünkü tədbirimizdə Zaqatala rayonunun Danaçı kəndindən gəlmiş qızlardan ibarət Alazan rəqs qrupu iştirak edir. Qrupun bədii rəhbəri Siraco Muhuma müəllimdir. Alazan qrupunun bugünkü tədbirimizdə iştirakını təşkil etdiyinə görə Zaqatala rayon Danaçı kənd bələdiyyəsinin sədri Məhəmməd müəllim Millətova öz təşəkkürümüzü bildiririk. Qazab qoyak. İhtiyac olanda ansambl Emeral Rugo. Qazasan çoyab gibugo. Çar rozakyo godar ansambl. Dinci rozakyo Alazan grup bakyo Rasani. Başçılı godar ansambl kyo solistav İsayev Rasulet. Balay Belçinav Rasanita. Kusoy Rasanzi Belçinsa. Alqışlayın.
Barkala yasal. Ma'ruf xalq akol, umumuz olunlar qıyalt Hamburgi, qatra adin, akordeon oduga qatila. Qaşu bişungo maşhura ustarav, ja qasab qoyuş niceda Muhammed Amir Sindiqov kana. Nice ja qasab majlis alda, Zakatalansa şaral, akordeon baştikanav sapargi, dusul uluqanav kocakan zaurgi. Alqışlayın. Burada iştirak edir. Kürə itələmə üzrə dünya və paralimpiya çempionu Olxan Musayev. Xatqabə. Yunan Roma güləşi üzrə Respublika və Avropa çempionu Rəhsul Çunayev. ...2007-ci ildə universal döyüşlər üzrə dünya çempionu Gözəl Zutova. Yeniyetmələr arasında Kuysunkay Karate üzrə 3 qat Respublika çempionu, Avropa birinciliyinin bürünc mükafatçısı Mənsur Yekəyev. 2009-cu ildə gənclər arasında Avropa birinciliyinin bürünc mükafatçısı Ramil Qurbanov. İndi isə idmançılardan söz demək istəyən varsa buyursun. Sportmen alır heykəli. Buyurun idmançılar, söz sizindir. Xatqab. Nihrakiri, nehiraki roxantayga jaqi suruga, duyxanaga, xanavuruzda xoş gelmişsiniz. Aldın 2007 doğur, daha önce 2009'da şampiyon geldin, dünya şampiyon. Ve çok makam ne yazsanız gerekiyor. Zakatalanısı, Nijerja qaza tədbirədə yeray, Belçinay Kocaxanay, Aybəniz Giyugo, Nijerja keçir isi Bakılay, Aybəniz, yehəcəyə,
Alqışlayın. Çox sağ olun. Mən də hər birinizi tədbir iştirakçıları hamısını təbrik eləyirəm və rəqs eləmək istəyənlər buyursunlar meydana. عليها جو عيش خويا
onlara verilir. Çöpsev Səməd, Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, gənc məşqçi. Onu da meydana dəvət edilir. Hüseynova vermək istəyirik. Buyurun Əli müəllim. Mənim əzizlərim, daha bir-iki dəqiqə mənə də qulaq asmaq niyyətində olduğunuza görə sizə son dərəcə minnətdaram. İkincisi, bugün burada, bu güzel zalda sizinle bir yerde olduğumdan gururluyam. Ne demek istiyorum? Təqribən 20 yıl bundan evvel Azerbaycan'da yaşayan Avar Türklerinin birinci kurumu İmam Şamil adına Avar Cemiyeti yaranmıştı. Təqribən bir 20 yıl lazım geldi ki onların ikinci bir kurumu da yaransın. Azerbaycan Milli Medeniyet Merkezi. Çok şadam ki bu Milli Medeniyet Merkezi çok aktif ve faal işleyir. Ama birce söz demek isterdim. Biz medeniyeti elimden ayrı götürebilirik mi? Yəqin ki yok. Həmişə deyirik. Elim ve medeniyet. Qüvvət elimdedir, başka cür heç kəs. Heç kəsə üstünlük eləyə bilməz. Deyib Nizami Gəncəvi İqbalnamədə. Bir dəfə bir mütəbər dairədə söhbət gedirdi. Dediler ki avarları əsasən necə tanıyırlar? Çok güzel, şıdırğı rəqs eləyən, yeyib içən bir millət kimi. Mən istərdim ki bu bizim mədəniyyətimizin yanında elmimiz de biraz güclənsin. İdmana diqqət veririk, əla məsələdir. Mədəniyyətə, rəqsə diqqət veririk, əla məsələdir. Elm. Buna da biraz diqqət versək daha da yaxşı olar. Bu mənim fikrimdir, mənim subyektiv fikrim. Məsləhətin ən yaxşı cəhəti ondadır ki, ondan istifadə etmək də olar, etməmək də. Daha bir söz, mən əqidəcə kosmopolit bir adamam. Bunu açıq deyirəm. Bununla belə mən istərdim ki, bizim Azərbaycanımızın Avar Türkləri o rəqs etdikləri qədər böyük bir enerji ilə Azərbaycanın ictimai sosial həyatında da iştirak etsinlər. Onda biz Azəri Türkləri ilə Avar Türkləri daha böyük nailiyyətlər əldə edərik və bizim Qarabağımızı geri alarıq. Daha bir söz. Mən dedim ki, mən kosmopolit əqidəli bir adamam. Amma mən Balakənə bağlı bir adamam. Mənim köklərim oradadır. Köksüz ağac quruyacaq. Odur ki, biz 2007-ci il aprel ayından başlayarak Bakıda Balakən Ziyaları Birliğini təşkil eləmişik. Mütəmadi görüşürük və müəyyən məsələləri həll edirik, müzakirə edirik. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu ayın, dekabr ayının 26'sı buradan 10 dəqiqə piyada yolda olan Çənlibel restoranında Balakən Ziyaları Birliği'nin toplantısı olacak. Belə bir şənlik orada da olacak. Başlayacak saat 5'te. Saat 5'te. Qutaracaq saat 8'de akşam. Gecikmək olmaz. Hamınızın gözümüzdə yeriniz var. Orada Balakənlilərdir. Orada biz Balakəndə yaşayan Azəri Türkləri ayrı, Avar Türklərini ayrı tutmuruq. Hamı birdir. Balakənlidirsə bizim canımızdır, qanımızdır. Həmişə bir yerdə olasıyıq.
Bir de bir söz. Balakənin bir Qabaqçöl kənd zonası var. Qabaqçöl kənd zonası. Mən o zonadanam. Bu çox böyük bir zonadır. Hətta bir çox cırtdan dövlətlərdən böyükdür. Bir dəfə mən üzr istəyirəm, baş ağrısı verirəm sizə, gedirdim qatarla Balakənə. Fikirləşdim ki, bu qatarı gedib Qabaqçölə kətsaydı nə yaxşı olardı. Düşəsi olmazdım. Və bir şeir gəldi, misralar gəldi başıma. Əlbəttə ki, şeir baxımından o qədər də yaxşı deyildilər. Amma ürəyimdən gəlirdilər. Bir ikisini deyim, baş ağrısı olmasa. Bir çox adamlar bunu deyə bilərlər. Bunu həqiqətən Filiz Zumrat mənim daha çox deyir ki, Qabaqçölü. Qonaq pərvərliyinə görə bir çox hallarda qonaq çölü adlandırırlar. Odur ki, şeirim adını qoydum. Qonaq çölüm. Bir iki misranı deyim də sizin üçün. Baş ağrısı deyilsə. Bura Qabaqçöldür. Qabaqçölümdür. Buyurub